dünən oxudum bunu. Deyir ki, Malikəşlər deyir, getdim gördüm Kufənin ətrafında Həzrət Əli əleyhissalam dayanıb, ağaca söykənib, zar-zar ağlayır. Malik dedi ki, ya Əmir-əl-Möminin, səbəb nədir belə ağlamağınıza? Deyir, dedi ki, Malik tarix boyu xalqlar hökümdarların əlindən ağlayırlar. Mən yeganə hökümdaram ki, xalqın əlindən ağlayıram. Yeganə hökümdar mənəm ki, xalq mən ağladır. Ona görə ki, heç bir sözümə qulaq asmırlar. Ey insanlar, duz necə deyir, suda əriyər rəhmi elə əritdi siz. Çıxır danışır qabaqlar. Heç nə deyirəm, heç nə eşitmirsiniz siz.